Salam dəyərli izləyicilər, bu günlərim sizlərə IC kamerasının quraşdırmanı göstərəcəm. Bunun üçün əvvəlcədən kameranı toka sancırsınız. Kamera toka saldıqdan sonra proqrama daxil olursunuz. Proqrama daxil olduqdan sonra icazələri verirsiniz. İcazəni verdikdən sonra burada Google düyməsinə basırsınız və yenə icazəni verirsiniz. Burada öz Gmail-inizi seçirsiniz. Apple iPhone-larda isə Apple işarəsini basırsınız. Ayarlara daxil olduqda icazələri verirsiniz. Hər bir icazənin hamısını vermək lazımdır. Belə bir yazı gəldi, bilin ki, kameranı tapdı. Buradan da basıb kameranı quraşdıra bilərsiniz və yaxud da plus düyməsinə basırsınız. Добавить устройство. Fikrin kameranı tapdı. Həmin bizim kamera. Kameranın üzərinə basdıqda sizin evin və yaxud ofisin Wi-Fi gələcək. Wi-Fi-nin parolunu yığırsınız. Ok düyməsini basırsınız və kamera qoşulur sizin Wi-Fi-yə. Успешное подключение к маршрутизатору. Kamera qoşulduğunu выполнить sözünü basırsınız. Burada deyir ki, yaddaş kartı yoxdur və kamera hazırdır. Kamera iki linzalı olduğu üçün kamera iki yerə bölünür. Kamera işləyir. Kamera yaddaşına baxmaq üçün воспроизведение basırsınız. Yaddaş kartı daxil etdi, yaddaşa göstərəcək. Hal-hazırda bizdə Wi-Fi smart kameralar var. Qiymətlər 45 AZ ilə başlayır. Bu kameranın qiyməti 65 AZ-dir.